Herkese salam. Güneş şüalarının düşmə bucağı ilə bağlı bir məsələ həll edək. Deməli, məsələ belədir. 22 iyun tarixində 50 dərəcə şimal enliyinə güneş şüalarının düşmə bucağını tapın. Sadə bir məsələdir. Biz bilirik ki, 22 iyun tarixində yay gündönümü günüdür. Güneş 23,5 dərəcə şimal enliyində zenitdədir. Yəni, Xərçəng tropikində zenitdədir. Burada güneş şüaları düşüb 90 dərəcə bucaq altında. Düsturla yaza bilərik. Düsturla yazdıqda qayda belədir. Düsturda B, yəni bucaq, bərabərdir 90 dərəcə çıxılsın Y, yəni verilən enlik çıxaq 23,5 dərəcə. Bunu niyə çıxma ilə hesablayırıq? Üstə gəlməklə hesablanırıq, onu deyim. Hər ikisi də şimal enliyidir. Hər ikisi də şimal enliyində olduqda düsturu çıxma ilə hesablayırıq və böyük rəqəm alınır. Hər ikisi eyni enlikdə yox, fərqli olsaydı, məsələn desəydik ki 22 dekabr tarixində, onda bilirik ki Güneş Oğlaq tropikində, yəni 23,5 dərəcə cənub enliyində zenitdədir. Onda düsturu mənfi yox, müsbətlə yazarıq. İndi cavabı tapaq. B bərabərdir. Buradan görürük ki 90 dərəcə çıxılsın Y, yəni 50 dərəcə çıxaq 23,5. 50 dərəcədən 23,5 dərəcəni çıxanda olur 26,5 dərəcə. Və cavab alınır. 90 çıxılsın 26,5 alınır 63,5 dərəcə. Cavabımız budur. Sadə bir məsələdir. İndi keçək bunun düstursuz həllinə. Bu cür məsələlərdə əslində bu düsturun açılışı, yəni həlli necə olur? Ola bilər ki, siz imtahandasınız, abituriyentlər. İmtahanda olarkən düstur yaddan çıxarsa, bu məsələni necə həll eləmək olur? Belə bir sxem çəkirsiniz, yer kürəsinin sxemidir. Biraz əyri çəkdim. Yer kürəsinin belə bir sxemini çəkirik. Məsələn, ən birinci qeyd edirik ekvatoru. Sonra, Güneş zenitdədir 22 iyun tarixində. Burada 23,5 dərəcə şimal enliyində. Bura düşür 90 dərəcə bucaq altında. Verilən enliyimiz isə 50 dərəcə şimal enliyidir. Bunu da qeyd edirik. Və burada sual işarəsi qoyuruq. Yəni 50 dərəcə şimal enliyində neçə dərəcə bucaq altına düşdüyü sual işarəsi altındadır. Güneş burada zenitdədir. 90 dərəcə altında düşür. 50 dərəcə və 23 dərəcə arasındakı fərq, yəni verilən enliklə zenitdə olan enlik arasındakı bucaq fərqi güneş şüalarının maksimum düşmə bucağı ilə məntəqəyə düşən bucaq arasındakı fərqə bərabər olur. Yəni, baxın, buradakı məsafə, yəni bucağa bərabər olacaq. 50 dərəcə ilə 23,5 dərəcə arasında fərq 26,5 dərəcə. Deməli, burada da olacaq 26,5 dərəcə. 90-dan da 26,5'i çıxırsınız, 63,5 dərəcə. Cavab budur. Bu şəkildə də cavabı tapa bilərsiniz. Əgər yenə əvvəlki düsturun izahında dediyim kimi fərqli enlikdə olsaydı, məsələn, desəydi ki 23,5 dərəcə cənub enliyində zenitdədir. Yəni Oğlaq tropikində. O zaman nə edirik? Buradakı məsafəni əks tərəflərdə olanda bilirik ki, ekvatorun əks tərəflərini toplayırıq. 50 dərəcə və 23,5 dərəcə. Burada eləyir 73,5 dərəcə. Güneş burada zenitdə olacaqdır. Buradan bura qədər də məsafə 73,5 dərəcəni çıxacaqsınız 90-dan alınır 16,5 dərəcə. Əks tərəfdə enlikdə zenitdə olarsa və yaxud da ki zenitdə olan məntəqə tutaq ki 23,5 dərəcə şimal enliyindədir, məntəqəmiz isə digər enliyimiz cənubdadırsa, yenə eyni qaydada hesablamaq mümkündür. Və bir də bu tipli məsələlərdə dağın yamacı verilir. Məsələn, deyək ki, 50 dərəcə şimal enliyində yerləşən dağın yamacı cənuba doğru 10 dərəcə meyillidir. Bəs bu zaman necə tapırsınız? Aldığımız cavab 63,5 idi. Buradan bir cənuba doğru bir ox çəkirik. Bir 10 dərəcə yazırıq. 10 dərəcə meyillidir dedik. Gördüyünüz kimi güneşe daha da yaxınlaşır. Deməli daha da isti olacaq.
63.5. Üstüne gelirsiniz 10 derece alınır 73.5 derece. Cevap 73.5 derece olacak. Və yaxud da tam tersi desək ki, şimala doğru 10 derece meyillidir. Yəni güneşdən uzaqlaşdı. 63.5'den çıxırsınız 10 dereceni alınır 53.5 derece. Düstur əgər olmasa, yadınızdan çıxarsa, qarışdırırsınızsa, bu qaydada həll eləmək mümkündür. Bu qədər. Əlavə sualınız, başa düşmədiyiniz varsa, rəydə qeyd edə bilərsiniz.